Salamlar. Bugünkü videoda sənə ingilis dilində ən çox istifadə olunan sadə və gündəlik ifadələr öyrədəcəm. Salamlaşma, tanışlıq, sağollaşma necə olur? Gəl birlikdə baxaq. İlk olaraq hello sözünə baxaq. Hello salam deməkdir. Ən çox istifadə olunan salamlaşmadır. Hər kəslə istənilən vaxt istifadə edə bilərsən. İkinci, hi. Bu daha çox sadə və dostca versiyadır. Məsələn, dostlarına hi deyə bilərsən. Üçüncü, good morning, sabahın xeyir. Adətən bu ifadəni saat 12-yə qədər istifadə edə bilərsən. Dördüncü, good afternoon, günortan xeyir. Saat 12-dən sonra, günortadan sonra adətən belə deyirik. Beşinci, good evening, axşamın xeyir. Axşam saatlarında salamlaşmaq üçün bu ifadəni işlədirik. Bonus olaraq deyim ki, good night ifadəsi də var ki, gecən xeyrə qalsın deməkdir. Sağollaşanda yatan zaman istifadə edə bilərsən. Gəl indi ikinci hissə tanışlığa keçək. 6-cı cümlə. What's your name? Adın nədir? Kiminləsə tanış olmaq istəyəndə bu sualı veririk. 7-ci cavab olaraq isə my name is, yəni mənim adım, mən özüm üçün deyəcəm. My name is Günel, mənim adım Güneldir. Özünü təqdim etdikdə isə belə deyirsən. İndi gəl, sən de. My name is. 8-ci. Nice to meet you. Tanış olduğuma şadam. Kimsə ilə ilk dəfə tanış olanda bu ifadə çox nəzakətlidir. Cavab olaraq me too deyə bilərsən. 9-cu. How are you? Necəsən, yaxud necəsiz deməkdir. Hal əhval soruşmaq üçün bu sualdan istifadə edirik. Və 10-cu. I'm fine, thank you. Mən yaxşıyam, təşəkkür edirəm. Bu cavab da çox nəzakətli və sadədir. Alternativ olaraq isə I am good, I am well də istifadə edə bilərsən. Və 3-cü sağollaşma sonuncu hissə. 11. Goodbye, mənası sağ ol deməkdir. Ən ümumi sağollaşma sözüdür. 12. Bye, bu da hələlik deməkdir. Daha qısa və dostca versiyadır. 13. See you, görüşərik. Tezliklə yenidən görüşəcəyini bildirmək üçün bu ifadəni işlədirik. Bunun üçün biz həm də see you soon, yəni tezliklə görüşərik, see you tomorrow, sabah görüşərik, bu kimi ifadələri də işlədə bilərik. Və sonuncu, have a nice day. Gününüz gözəl keçsin. Birinə pozitiv enerji vermək üçün istifadə olunur. Afərin sənə. Bu ifadələri yadda saxla və gündəlik həyatda istifadə et. Daha çox gündəlik və faydalı ifadələr öyrənmək istəyirsənsə, kanala abunə olmağı unutma. Yeni videolarda görüşərik. Hələlik.